Gerçəkdənmi bu hakimiyyətin, yəni iqtisadi komandası ölkə vətəndaşının ciddi şəkildə kasıbladığını görmür? Görmür. Yox, onlar başqa statistikaya baxır. Hansı Mən sizə statistikaya? deyim, onlar statistikaya baxır ki, əmanətlər 40% artıb. Nə? Əmanətlər. Əmanətlər. Bəli, 10 milyard idi, 10 tamında neçə milyard idi? 16. Nəyin hesabına artıb? Doğrudan artıb amma, faktiki artıb. Nəyindən artıb? Bilmirəm. Bax, mən də sizin kimi. Amma artıb, onlar ona baxır da. Çünki bizlə aks arqumentlərlə danışanda səsləndirirlər də. Bizim statistikaya tam girişimiz olmadığına görə biz ancaq publik məkanda olan məsələləri müzakirə edə bilirik də. Məsələn, fərdi və unikal əmanətçi sayı 102 min idi 24-cü ildə, 23-cü ildə, indi 2 ilə olub 196 min. Nəyin hesabına olub? Yəni 90 min əlavə əmanətçi yaranıb banklarda, gedib pulunu qoyub 10%-lə. Çünki faiz yüksəkdir, 10%-dir indi. Əvvəl 3-5% idi, heç kim qorxurdu ki, bank batar, bir şey başıma üzür. İndi manat sabitdir, neçə vaxtdır? Və rahat qoya bilir. Qoyurlar, sığortalanır 100 minə qədər, gedirlər, məsələn 30 min qoyurlar. 70 və bu yeni əmanətçilərində 70%-i 30 min civarında olanlardır, 30 minə qədər olanlardır. Yəni böyük məbləğ deyil, amma var. Sonra baxırlar maşın satışına. Deyir, qardaş, sən deyirsən belə, Azərbaycana gələn avtomobil sayı hər il artır. Bəs borclanan əhalinin statistikası aparır. O da var. Hamıya borcludur ölkədə. O da var. Onda deyirlər ki, problemli kreditlər də 1,8%-də. Nə istəyirsən